Sıkıştıktan sonra diğer eliyle karşı tarafın eline hafifçe dokunmak kontrollü bir üstünlük ve rahatlık mesajıdır. Karşı taraf aynı hareketi yapıyorsa bu mesajı aldım ve eşitiz demektir. Bu baxdığımız video və ölkə başçısının davranışı. Bu haqda danışmaq istəyirəm sizlə. Deməli, əzizlərim, mən bu son vaxtlar tez-tez prezidentlə bağlı videolar paylaşıram. Bunu kimsə düşünər ki, ya mən yaltaqlıq eləyirəm, ya özümü gözə soxuram və yaxud da ki, necə, nə cür. Məsələ bilirsiniz nədir, mən ağlımın, şuurumun fərqindəyəm. O ağıl dediyin elə bir dəyərli bir şeydir ki, o elə bir zirvədir ki, onu sıradan adamlara həsr eləmək olmaz. Onu layiqli insanlar fikir mübadiləsinə həsr eləmək, layiqli insanları düşünməyə həsr eləmək lazımdır. Mən də əvvəllər sıradan hamı kimi baxırdım. Amma sonradan ayılandan sonra anladım ki, düz başa düşməmişəm. Mən sizə desəm ki, bugün hər birimizin taleyi bizim öz əlimizdədir. Bəlkə də kimlərsə bunu başqa cür başa düşəcək. Amma biz yaşayacağımız həyatı düşüncələrimizlə şəkilləndirərək yaşayan varlıqlar. Və bizi bugün bədbəxt edən ən vacib səbəblər isə bizim valideynlərimiz bilmədən bizə uşaq vaxtı elədikləridir. Bizə dediyi hər olmazlar, hər qadağalar bizim üçün şuuraltımızda bir qorxuya çevrilib və biz o qorxuların blokundan çıxa bilmirik. Amma Allah rəhmət eləsin, möhtərəm mərhum prezidentimiz Heydər Əliyev aydınlanmış insan idi. Yəni bilirik də o harada işləyib, hansı orqanda işləyib, elə bir orqanda, elə bir təşkilatlarda ki, şuurlu fərqində ola bilməyən insanlar işləyə bilməz. Və o, ölkə başçısını, övladını necə böyüdüb? Yəni, olmaz deməyib ona, olarsa. Yəni, bizim də valideynlərimiz nə vaxtsa bizə, sən bacararsan desəyirlər, bugün biz də hər birimiz, bəli, istədiyimiz bir titulu qazana bilərdik. Bu bizim əlimizdəydi. Amma bugün biz onun haqqında düşünməyə belə qorxuruq. Bir vertalyon mexanikinin oğlu onun üçün adi halda, ata, mən vertalyon sürə bilərəm, deyir, amma mən atama deyəndə, mənim atam trolleybus şoförü idi. Deyirdi ki, əşim, bir çatmırdı. Və salam, bu qorxudur. Və bugün biz o şifrəli qorxuların, blokların altından çıxa bilmirik. Aydınlanandan sonra mən başladım onu izləməyə, dərindən izləməyə, ölkə başçısı. Və baxdım ki, bu insan mükəmməl psixoloji hazırlıqlı adamdır. Bilirsiniz necə? Konkret özünə nəzarətdir də, yəni bu adam bir dəqiqə belə özünü buraxmır. Yəni ki, özünə nəzarət, bu mümkünsüz bir şey deyə hamı onunla mübarizə. Mübarizə insanın içindədir. Yəni adam tamamilə beyninə hakimdir, şuuruyla. Bu isə çox çətin məsələdir. Adam nə qədər olmasa xoşbəxt olursan, ailə olur, bir də baxırsan getdi. Amma o buraxmır bir dəqiqədə. Və tam hakimdir bütün davranışlarına. Və bütün bizim siyasi üstünlüyümüz dünyada. Və dünyada apardığımız siyasət var ha. Siyasi üstünlüyümüz əksəriyyəti onun psixoloji davranış. Mən onunla bağlı video paylaşmışım. Davranışları, bilmirəm siz eşitmişsiniz, eşitməmişsiniz. Mətbuatda bir vaxtlar Saakashvili belə bir şey paylaşmışdı. Saakashvili Putin məni otağına çağırıb döyür. Putin döyürdü prezidentləri. Yəni mən bunu şəxsən oxumuşam. Saakashvili ki mənim dizimdən basırdı, dizimdən vururdu. İlham Əliyevə qarşı o eləmək olar. İlham Əliyevin baxışları, davranışı, özgüvəni var. Bax, bu bizə üzbəüz yanmışıq. Sən hansı ölkənin prezidenti olursan ol, kim olursan ol, biz ikimiz üzbəüz yanmışıq və mənim daxili qorxum, artıq o anda mən baskı, qorxu, o andakı o psixoloji üstünlük fərq yoxdur. Sənin atom bomban var, yoxdur və bu insanı bir anlıq vadar edir ki, istədiyi bir məsələdə üstünlüyü əldə eləsin. Bax, Trump'ın əlinin üstünə vurmaq belə şey deyil. Belə şey, bu özgüvənin biz hansı həddidir? Və bugün mən, yəni bax bu mövzuda neçənci dəfədir video paylaşıram. Yenə deyirəm, mən şuurumun fərqindəyəm və o şuura layiq olanlarla bağlı istəsəm
tərif, istəsəm tənqid, istəsəm də danışa bilərəm. Ona layiq olan, ona hər kəs arzulayıram, hər kəs öz şuurunun fərqində olsun və onun necə bir dəyərli bir şey olduğunu, onun nə demək olduğunu bir anlıq düşünəndə bəli, ona layiq olan və onu müzakirə eləməliyik. Bu şuurla ancaq onu müzakirə eləməliyəm. Və mən bir söz deyim sizə. Bu psixolojik davranışı, bu psixoloji, bax, belə deyək, özünə nəzarət, bütünlüklə bir insan öz dünyasına hakim ola bilirsə, bilirsiniz bu nə deməkdir? Artıq sən öz dünyava nəzarət edirsənsə, hər şey sən tam qaydasın, onda sən ətrafa rahat müşahidəçi kimi baxa bilirsən. Amma ki, savaş öz içindədir. İstər-istəməz ətrafa fokuslana bilmirsən. Mükəmməl özgüvən, mükəmməl özünə nəzarət və mükəmməl qarşı tərəfə davranış, psixoloji baskı, əhsən. Həqiqətən də əhsən. Yəni, bir narazılığım da olsa yenə də deyəcəm və bu qorxmuram bundan ötürü. Çünki mən vətəndaşım və mənim söz azadlığım var. Amma bu günləri tərifə layiqdir və mən ancaq tərif, yaxşı söz deyə bilərəm. Bu qədər. Əhsən. Mükəmməl, mükəmməl yəni. Çox mükəmməl. Elə bir ki, Azərbaycan Amerikanın əlinin üstünə, o başına vururdu. Bax, o qədər mənə xoş gəldi o hərəkət. Əhsən.